Əli bu neçə günləri ağlaya bilmirdi evdə. Bilirsiniz niyə? Ağlayan kim uşaqlar hamısı dövrəsinə yığışıb, hamısı yana-yana ağlayırdılar. Ona görə ürəyə gəlmirdi evdə ağlasın. Gözləyirdi onları yatızdırsın, yuxuya versin, sonra çıxırdı evdən gedirdi. Salman deyir, ürəyim sıxıldı, Fatiməsiz Mədinədə qalanmırdım. O namərdlərin içində qalanmırdım. Ürəyim dolmuşdu ki, gedim bir çöldə doyunca ağlayım Zəhraya. Ucadan ağlayanmırdım. Çıxdım deyir elə, dolmuşdu ürəyim. Ürəyim dolmuşdu, çıxdım Mədinədən gedirəm yavaş-yavaş ətrafda olan xurmalıqlara, Nəxlistana. Oturum bir yerdə sakit, heç kəs olmasın, doyuncan ağlayım Peyğəmbər qızına. Deyir, çıxdım şəhərdən, gəldim bir yerdə oturdum ki, Zəhranı yad eləyəm, ağlayam. Birdən gördüm bir yerdən Ya Zəhra səsi gəlir. Gördüm ki, bir tanış səs gəlir, Ya Zəhra deyib ağlayır. Durdum ayağa, səs gələn tərəfə gəldim, gördüm o adamsız, qərib, məzlum Əli məndən qabaq şəhərdən çıxıb, oturub bir ağacın altında dizin qucaqlayıb, elə yana-yana deyir, Ya Zəhra, Ya Zəhra, əla lənətullah, ələl qavmi zalim.